Salam Fərqənə xanım. Aleyküm salam. Nə yaradırsınız? Aytən xanım, korsetli paltar tikirik. Korsetli paltar tikirəm. Korsetin şunurlarını hazırlayıram. Bizim korsetimizin şunurlarıdır. Əslində hazır şunurlar da olur, amma onlar rezindən olur deyə onlar mənim xoşuma gəlmir. Rezindən korseti dartanda enlənir. Ona görə yaxşı olmur. Ən yaxşısı belə halda şunurlardan hazırlamaqdır. Belə daha gözəl olur, daha keyfiyyətli olur. İnşallah indi bu şunurlardan hazırlayacağıq iki tərəfli. Belə şunurlarla korsetimiz bağlanacaq. Dikişlərimizin üstündə də hazır kantlar eləyəcəyik. İnşallah hazırını sizlə paylaşacağım. İnşallah. Əllərinizə sağlıq, görünməsiz. Çox sağ ol, çox sağ ol. Biz arada belə dərslər keçin də, bilməyənlər də bilsin. İndi o qədər bilməyən var ki, dərs keçir, ona görə bilənlərə ehtiyac olmur da. Bilməyənlər hamısı biçim də öyrədir, tikmək də öyrədir. Belə xırda şeyləri də. Geçsinlər də. Ona görə... Bilməmək ayıb deyil, biri böyükənməmək ayıbdır. Ona görə bizim sənət elədir ki, həmişə öyrənmək lazımdır. Hər zaman irəli, hər zaman yeniliklərə açıq olmaq Çox lazımdır. sağ olun.